Dəniz heyvanları, balinalar, balıqlar, delfinlər, bütün bunlar canlılar aləminə aiddir. Cümləsində bərpa olunmalı duruq şərləri haqqında düzgün fikirləri müəyyən edin. Doğrudan doğru, yanlışdan yanlış seçməliyik. İlk öncə üçbucağa baxaq. Dəniz heyvanları. Baxın, burada sadalayır. Balinalar, balıqlar, delfinlər. Demək, burada biz qoşa nöqtə işarəsindən istifadə etməliyik. Tire işarəsi qoyula bilməz. Bəli, tire yox, qoşa nöqtə qoyulmalıdır. Bir düzdür. Biri götürək. İndi bunun yanlışından görək, yanlış fikirdirsə götürək. Qoşa nöqtə işarəsi qoyulmalıdır. 3 doğrudur, doğruda yazılmalıydı. Yanlışda yazılıb deyə götürmürük. 3'ü çıxaq, biri götürdük. İndi kvadrata baxaq. Delfinlər, demək, bütün bunlar artıq ümumiləşir. Ümumiləşdiyinə görə burada biz tire işarəsindən istifadə etməliyik. Ona görə 2 doğrudur. Vergül işarəsi qoyula bilər. Xeyr, vergül yox, tire işarəsi qoyulur. 4 yanlış olduğuna görə yanlışdan götürürük. Qoşa nöqtə işarəsi qoyula bilməz. 5 doğrudur. Demək, cavabımız olmalıdır 1, 2, 4 C variantı.